Arif müəllim, buradan da bizim adla demirəm, burada 4 dənə qardaş var. Maşallah, onlar Quran öyrətməyə qadirdirlər uşaqlara. Onlara da bir motivasiya verir ki, yəni onlar da təşviqlərini artırsınlar. Yəni özlərinə biri aktiv qardaşlar da var, amma bilib öyrətməyə zəiflik göstərən qardaşlar və xüsusən kanikulda da boş gəzdilər ora-bura, yəni səhlənkarlıq elədilər. Onlara bir motivasiya verir ki, onlar da həvəsli olsunlar bu işdə. Allah onlara bəxş edir. Amin, bəli. Allah bərəkət versin o qardaşlara. Böyük bir nemətdir onların içərinizdə olmağı. Bütün bu oxuduğumuz rəvayətlər, az əvvəl, hamısı onlara aiddir. Lakin xüsusi fəzilətləri var. Xeyirli insanlar Quran öyrənirlər. Quran öyrənib öyrədirlər. Onlar xeyirli insanlardır. Həmçinin elm öyrətməyin fəziləti haqqında nə qədər ayə, hədislər varsa, bilirsiniz, saysız ayələr, hədislər var. Onlara da aiddir o. Onlara da aiddir o. O bilməyənlərin sizin üzərinizdə olan haqqıdır. Uşaqların, Allah Teala bunu sənə veribsə, sən də o sənə verdiyin başqalarına verməlisən. Məsələn, mənə Allah Subhanahu Teala mal-mülk verib, qoyun-quzu verib. Mən bu malı-mülkü Allah mənə niyə verib, qardaşlar? Və əhsin kəmə əhsənallahu ileyk. Sənə Allah verdiyi kimi sən də ver. Allah da o qoyunu quzunu mənə verib ki, mən də Allahın yaratdıqlarına verim. O pulu mənə verib ki, mən də Allahın yaratdıqlarına verim. Elmi mənə niyə verib, qardaşlarım? Təhcə ilə oxuyum, öyrənim, əməlliyim. Quranı mənə niyə öyrədib, qardaşlarım? Yəni, özüm oxuyum, kim necə o? Yox. Sən oxuyub, öyrəndiyin kimi başqalarına da öyrədəsən deyə verib onu sənə. Başqalarına da öyrədəsən deyə verib onu sənə. Və Quran öyrətmək səhabələrin işi olub. Səhabələr bilməyənlərə Quran-ı Kərim öyrədirlərmiş. Ona görə ibadətdir, çox fəzilətli əməldir. Baxın, cədvəl tutun, proqramlar, dərslər, kim Quran oxuya bilmir, və yaxud da kimin qardaşlarının uşaqları var, indi üzü qışa doğru gedir. Yəni, saat 4-də, 5-də uşaqlar məktəbdən çıxıb gəlir öyünə işi ilə. Yəni, həm də hər gün olmasa da, sonra həftədə 2 dəfə məşğul olun. Məşğul olun, öyrədin. Qoy, adı nədir? Öyrətməsəz, sizdən də unudulub gələcək. Sizdən də o neymət çıxacaq. Bəs, Allah bərəkət versin. Allah bərəkət versin sizlərə. Yəni, necə ki, bizlər zəkat vaxtı, sədəqə vaxtı, imkansız qardaşları bilirik. Məsələn, bilirik kim imkanı zəifdir və ya ortadır. Eləcə də indidən Quran müəllimləri bilməlidir ki, hansı qardaşlar Quran oxuya bilir. Proqram da var, Allaha şükür. Kitablar var, Eşən müəllim. Havayı paylanır. Dərslər var, Allah bərəkət versin. İnanın ki, qardaşlar, yəni Allah biz səmimi, yəni burada hamımız bir cəmaatıq. Heç birimizin heç birimizə üstünlüyü və ya aşağılığı yoxdur. Vallahi elə insanlar, yəni mən gəncləri başa düşürdüm. Yaşlı adamlar var ki, o Quran proqramı paylaşıldı, Allah həmdə. Ondan bir mən Quran-ı Kərim oxumağı öyrəndim. Yaşlı biz telefonun içindən girib çölündən çıxırıq. Yəni telefonu billik də. Bu gənclər bu rahat. Yaşlı adam da Quran oxumağı oradan öyrənib. Görürsünüz. Yəni telefonumuzda da var, kitablarımız da var, dərslərimiz də var. Məşğul olun. Hazır müəllimlər də var.